yaşadım inan. Yüzündəki gülüş illərin xoşbəxtliyini əks etdirir. Onlar sosial şəbəkələrdə yayılan bu görüntülərlə hər kəsin rəğbətini qazandılar. İndi valla biz canım, ürəyim deməyi bizdə biraz adət olmayıbdı. Sevgililər günündə duxuzad alıb veribdi, belə şeylər eləyibdi. Bayram baba ilə Maral nənə əslən Yardımlı rayonunun Zevin kəndindəndilər. Bayram kişi deyir ki, 44 ildir Maral xanımla evlidir. O Maral xanımı dərs dediyi məktəbdə görüb və elə o vaxtdan Maral xanım onun qəlbində xüsusi yer tutub. Əsəridən gələndən sonra bu artıq 10-cu sinifdə oxuyurdu. 10-cu sinifdə oxuyurdu deyinə, elə belə adi qaydadır. Çox da belə o dediyim kimi kəndin qayda qanununa uyğun. Valideynlərimizə dedik. Valideynlər də ki, elə bir-birimizdən uzaq yaşamırıq, elə qonşu kimi demək olar yaşayırdı. Bir-birlərini çox gözəl tanıyırdılar. Razılaşdılar və ailə qurası olduq. Atam molla olub deyinə, biz din, möhkəm din adamları olduğumuza görə toyumuz musiqisiz oldu. Əskərilikdən gələndə evdə idim. Atam gəldi, dedi, bu əskərilikdən gəlir. Bu da tək olduğuna həmi deyildi ki, bu sağ-salamat qayıdıb gəlsin. Mənə dedilər ki, get sən muşluluq al günü. Dedim, yox, getməyəm. Sonra elə getdim, elə belə kənardan durdum, çağırdım ki, dedim, şad xəbərdə, elə dayı oğlu kimidir bizə. Dedik, belə gəlibdi, Sumqayıtda xalası gəldədi. Belə hədiyyəmi də verdilər. 8 övlad, 14 nəvə sahibi olan Bayram baba ilə Maral nənə uzun ömürlü evliliklərin sirrini belə izah etdilər. Başa düşmüşük bir-birimizi. Yox, bizim incəyliyimiz olmayıb. Bax, səmimi sözümdür. Mən demişəm, o işidir, bu deyib, mən işitmişəm. 6 dənə gəlinim var, 2 dənə də qızım var. Hamısına deyəm. Deyəm ki, səbirlə, bizim kimi ailə olun. Gəlinlərim də mənim o cür mehriban qaynana olmağıma görə gəlinlərim hamısı mənə ana deyilər. Gəlinlərimi qızlarım qədər istəyəm. Birin od olanda birin su olasın. O əsəbləşəndə qalıb özü üçün öz işinə, mən özümün hardasa bir 5-10 dəqiqə buna göstərməmişəm ki, əsəbi soysun, qayıtmışıq. Bəlkə mənim də əsəbim soymaz, bütün əsəbi tez soy. Dolanmağımızın da ən yaxşısı bunun səbirli olmaq yolu. Elə bir-birimizə xoş doza, mehribançılıqla, filanla çağırıbdı, yeməyə çağırıbdı, nə bilim filan. Lazım olanda mən müəyyən işə zada dəvət eləyəndə xoşla, sakit eləyən, sadəliklə demişəm, əgər gedək, məsələn, filan bir işi görək, filan belə oldu, onu düzəlişdirək, elə belə. Bax, bu cürdə belə, yəni, mənim ailəmdir də, bu mənim əzizimdir. Mənə bunu yaşamağı lazımdır. Bayram babanın sözlərinə görə kənddə həyat yoldaşını ilk dəfə avtomobildə qabaqda əyləşdirən də elə o olub. Deyir ki, bu qırmızı Jiguli Maral xanımla mənim yol yoldaşımdır. Amma bunu yolda da xarab olsa düzəldirəm. Arxayınam ki, mən bundan Şağlar Daşkəsəndə olub xidmətdə getmişəm yanlarına. Qusarda olub getmişəm, Ağdamda olub getmişəm, Füzulidə olub getmişəm. Nə alırdıq, nə ərzaq alırdıq, veş alırdıq, onları yığırdıq. Bağaca yığdığımızı bağaca, içəri yığdığımızı içəri, ondan bu qabaqda otururdu. Elə qabaqda oturmaqda biz həmən o kəndimizdə və kənd ətrafı kəndlərdə elə demiyorlar, onda mən adət elədim, mən bostu aldım. Onların hekayələri bir daha göstərdi ki, sevgi və qarşılıqlı hörmət yaşa baxmır. Əksinə, yaş ötdükcə daha da möhkəmlənir. Bu cütlük əslində sevginin, sədaqətin və səmimiyyətin canlı təcəssümüdür. Keçən bir ömrün nəğməsi